Allah sizdən razı olsun. Salam aleykum. Mənim yoldaşım, biz şiəyik. Amma mən 5 dəfə namaz qılaram. Bizdə 3 dəfə qılınır. Allaha şərik qoşmuram. Namazı əli açıq möhürsüz qılaram 5 dəfə. Əli açıq qılmaq günahdırmı? Allah razı olsun, açıqlama verəsin. Deməli, namazda əlləri, yəni sinənin üzərində, sağ əl, sol əl üzərində qoymaq, bu müstəhəbdir, sünnədir, Bəli. vacib deyil. Və bir insan da əl açıq namaz qılırsa, onun namazı səhihdir. Yəni namazda xələl deyil. Sadəcə Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin sünnəsinə tam uyğun deyil. Bəli. Tam uyğun deyil. Yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədislərdə gəlir ki, əl bağlı qılın. Və bu insanın namazı səhihdir. Yəni bu insanın gündə 5 dəfə namaz qılması həmçinin şəriətə tam uyğundur. Həmçinin Allaha şərik qoşmaması çox önəmlidir. Bəli. Və Allahdan istəyirəm ki, Allah Taala onu sabit eləsin, yəni tövhid üzərində. Və namazın açıq qılması isə dediyim kimi, yəni namazında xələli yoxdur, gətirmir, namazı səhihdir. Sadəcə daha kamil olana, daha yaxşı olana demək uyğun deyil. Ən yaxşı olan bu olar ki, Peyğəmbər sallallahu əleyhi qıldığı kimi qılsın. Bəli. Çünki ibadətin qəbul olunması üçün biz bilirik o şərtləri. Qəbuldur. O Peyğəmbər sallallahu əleyhi və səlləmin etdiyi kimi bu vaciblər var, rükünlər var. Bu da sünnələrdəndir. Sünnə əməldir. Yəni əl açıq qılması namazı səhihdir. Allah sizdən razı olsun. Şeyx, qardaş soruşur